Mesela baxın, bizim o gün aldığım MTZ 192 dizel motorumuz. Baxın, motoru uşaqlar elə otuzdurub bura stanovka eləməmişik. Motor tam pakovka ideal motor. Cıp-cıp motor da bu. Yerşumyanın motoru. 7 kW yarım 3600 obrot var. 4 təkərli, baxın. Bu bunun çıxış ağzı. Bunun bunkeri 45 dərəcə, baxın, meyliyinə bax, super ideal. Bunun çıxışının ağzı, baxın. Super ideal. Bu bunun arpa buğda çəkmə şpindeli. Ciftinə bax. Bu bunun hava durbinin yeri, pirsosun yeri. Arpa buğdanı havalandırmaq, buradan hava götürüb boğulmamaq üçün, çatmaq üçün. İnşallah rəngsiz formadır. Sabah bıçaqlar qalıb. Sabah inşallah vaxt eləyib. Sabah da bir gündə bıçaqlarını da yığacaq. Rəngli də, rəngli vəziyyətdə də. İnşallah. Bir də bunun kliması var. Bu da bunun akkumulatorudur. Baxın. Bu bunun akkumulatoru. Bu da ise bunun zamoklu. Starteri. Haçarla, zamokla. Bunları da quraşdıracaq inşallah üstünə. Allah'ın köməliyi ilə salamatçıq olsun. Baxın. Bir saata 60 pres. 1 dəqiqə 1 pres doğrayacaq dizel motoru ilə. 7 kW yarım mühərriklə. Baxın, bir canavar olacaq inşallah. Videosunu da göstərəcək. Sağ sistemdə belə olur, filizdir. İnşallah bax bunu işləyirik üstünə. Pirdelik eləyirik, elə artıra gedirik. Sağ sistemi qurulmayıb, baxın da. Süper bir canavar.